Yaşatdığını yaşamadan ölmərsən. Evli bəyi sevdim. Mən onu sevdiyim qədər heç kəs sevməmişəm. Dünyaya övlad gətirdin onun üçün. Maddiyyat olmayan yerdə dəyər yoxdur. Summa nə qədər idi? 1 milyon. Milyarder deyil, amma milyonerdir. Ən bahalı verilən hədiyyə nə oldu? Xoş gördük və bu sualdan qaçma verilişidir və mən Nigar Fərhad və mənim qonağım, dostum Müjgan Ayxandır. Müjgan, xoş gəldin. Təşəkkür edirəm dəvətiniz üçün. Müjgan, bugün səni bir dost kimi tanıyıram, amma başqa. Sənə dərin, çox dərin bir suallar verəcəm. Əsl cavabları əsl cavabları onsuz da bilirəm. Amma istəyərəm ki, elə o olduğun Müjgan kimi də olsun. Çünki olduğun Müjgan möhtəşəmdir. Gözəl. Müjgana həmişə deyirəm Barbie'dir. Həqiqətən həyatda görsəz elə bir Barbie kuklanın canlı versiyası gəzir ortada. Müjgan, bax sosial şəbəkələrdə, xəbərlərdə, səhnədə olan bir Müjgan Ayxan var. Düzdür. Başqa. Amma Müjganı, bizim müjümüzü incidən qəlbində nə var? Qəlbimdə incidən o sevgidir, amma belə, yəni fikrimdə, beynimdə məni incidən bir səhv addım atdım, böyük bir itkim oldu. Maddi sıxıntılarım var. Bu dəqiqə maddi sıxıntılarım var. Fikrimdə odur, qəlbimdə sevgi. Gəl fikrindəkindən danışaq. Bax, nə addım atdın ki, maddi sıxıntıların yarandı? Onu yox, danışmaq olmaz. Yəni o mənim öz ağılsızlığım ucbatından bir çox şey itirdim və o da maddiyat idi. Ev itirdin, maşın itirdin. Çox. Neynədin ki elə? Onu etiraf etmək olmaz. Yaxşı. Bəs bir dəstək olan yoxdurmu? Dəstək var. Mən hər zaman deyirəm ki, mənim yaxşı dostlarım var. Dost demirəm. Nə qədər də olsa insan beynində fikirləşir ki, mən bu addımı niyə atdım? Atmalı deyildim. Kimə sən vermirsən o pulu? Yox. Mən ümumiyyətcə borc vermirəm. Borc verməyi sevmirəm. Mənə kimsə zəng vurub deyəndə ki, mənə tutaq ki, 1000 manat borca pul ver. Mən 500 manat verirəm, deyirəm borc deyil, Allah xoşun olsun. Borc vermək mənə düşmür. İtki deyək, itki. Birdən-birə durduğun yerdə? İtki. Yaxşı, summa nə qədər idi? Böyük summadır. Nə qədər böyük? 1 milyon. 1 milyon manat. 1 milyon manatı durduğun yerdə birdən-birə itirdin. Birdən-birə olmadı. Bir neçə ayın içində oldu. Öz ağılsızlığımdan oldu. Necə belə bir şey elədin, ay Müjgan? Deyir, insan boşluğa düşəndə, əsas da sevgi boşluğuna düşəndə insan nəsə axtarır da, etdiyi hərəkətini bilmir. Sevgi boşluğuna düşəndə dedin. Bəli, sevgi boşluğuna düşdüm və bəzi lazım olmayan bir hərəkətlər etdim və itkim çox oldu. Sevgi boşluğuna niyə düşdün? Nə oldu? Yəni həyatda o deyirlər, bəzən sevgi var falan. Mən inanmıram, çünki bəzi münasibətlərin sonu və bəzi hisslərin təkrarı olmur. Bunu siz də gözəl bilirsiniz və hər kəs bilir. Sevgi deyilən bir şey yoxdur, anlamı yoxdur. Sevgi çünki bizi önə aparmır, arxaya aparır, geridə qoyur. Bizi gücsüz eləyir, bizi hörmətdən salır. Ona görə bu sevgi dedik, yəni dediyim hər bir şey hörmətdən düşdüm, gücsüz oldum, bunların hamısını yaşadım. Bir adama görə? Bir insana görə, bəli. Və onu çox sevdin? Çox sevdim, hə. Sevdim. Uşağımın atasıdır? Xeyr. Yox. Yox. Bu şəxs başqa biri ilə bir xəyanət mi elədi sənə? Yox, qətiyyən. Ümumiyyətcə, mən həyatda bir xəyanəti yoldaşımdan görmüşəm. Onun da efirlərin birində demişdim ki, ağlım olsaydı ayrılmazdım, bağışlayardım. Yox, xəyanət deyildi. Sadəcə olaraq dediyim kimi, bəzi münasibətlərin sonu bəzi hisslərində təkrar olmur. Olmadı, alınmadı, ayrıldıq, çox əziyyət çəkdim, boşluğa düşdüm, nə etdiyimi bilmədim və belə də insan deyir... Niyə ayrıldın Müjgan? Necə deyirlər, yalan danışır. Adam bir dəfə yalan danışanda o uzanır elə bir saqqız kimi, yalan üstünə gəlir. O insan da səhv addım atanda elə bir təkrarlanır o səhv addım. Yaxşı, yalanı danışan qarşı tərəf miydi?
Yalan değildi. Yəni qarşı tərəf də bilirdi, mən də bilirdim ki, o sonu yoxdur. Evli idi. Evlidir. Yəni sevgilin evli idi. Bəli, ona görə də artıq bu mövzuları mən nöqtə qoymuşam. Bu il inşallah həyatımda heç kəs yoxdur. Həyatımda kimsə varsa o deməkdir ki, subay oğlandır, ciddidir və ailə qururam. Yaxşı Müjgan, bax, yoldaşını sevirdi? Yoxsa istəmirdi yoldaşını? Necə idi yəni? Yoldaşının varlığı, xanımı bilirdi sənin haqqında nəsə? Mən sizə bir şey deyim. Bir kişi evdə huzur, xoşbəxtçilik tapırsa, o heç vaxt kənarda o sevgini, xoşbəxtçiliyi axtarmıraq. Mən də vaxtında yoldaşıma sevgi, huzur versəydim, o da kənarda heç kəs axtarmazdı. Ona görə özümdən bilirəm ki, olmayıb ki, olan yerə gedir kişilər. Vaxtında sənin yoldaşın sənə xəyanət edib. Bəli. İndi də bugün sən həmin o sevgilinin, sevdiyin adamın yoldaşının yerində olmusan bir gün. Ona görə də bu münasibət davam etmədi. Yaxşı. Bəs çox sevdin. Bir insan yaşadığını yaşamadan ölməz. Amma çox sevdin. Hə, çox sevdim. Efirlərin birində də demişdim, gəlmədi də, neyim? Boşanmadı. Yox, mən heç vaxt ailə dağıtmıram. Başqa gəlmək gözləyirdim. O var, insan ayrılır, gözləyir ki, gəlsin, ayrılsaq da, amma gəlsin, nə bilim, hansısa bir kəlmə qalıb, söz qalıb, onu davam eləsin. O da gəlmir. Amma bir müddət sonra gəlir, o da eyni istər olmur, maraqsız olur artıq. Yaxşı, bəs son danışığınız nə olub? Ən son kadr. Son danışığımız o olub ki, o insan mənə deyib ki, sən mənə nə vaxtsa atıb gedəcəksən, mən bunu bilirəm, ona görə ayrılaq. O məndə niyə o, necə deyərlər, qarşı tərəfə onu yaşatmışam, bilmirəm. Hardan irəli gəldi ki, o düşünüb ki, mən o insanı atıb gedəcəm, bilmirəm. Müjgan, maddi dəstək görürdü sənə? Yeganə həyatımda insandır ki, dost, rəfiqəm, mən həmişə rəfiqəm belə o insanla mən qarşılıq nəyinsə görməsəm, mən ona rəfiqəlik etmərəm. Bugünkü gün siz mənim rəfiqəmsiniz, mən sizə bir yaxşılıq edirəmsə, siz mənə o qarşılığını verirsiniz, bir yaxşılıq. Yeganə insan idi ki, mən ondan heç bir qarşılıq gözləməmişəm. Çox sevmişsən, ha? Bəli. Çox sevmişsən və səni bugün indi də görürəm, yəni yaralısan. Hələ varsan ki. Var, yox, var deməyək. Sadəcə olaraq bugün insan qarşılaşırıq. Qarşılaşanda ağlayıram. O demək deyil, onu gördüm, ağladım. Keçmiş günü ağlayıram. Keçmiş olan hisslərimi ağlayıram ki, bugün mən o insana qarşı heç bir şey hiss etmirəm. Yoldaşı bilirdi sənin varlığını? Bilirdi. Ayrılandan sonra. Necə öyrəndi? Bilmirəm, ayrılandan sonra olub. Məlumatsın. Amma bildiyini bilirsən. Bildiyini bilirəm. Demək ki, məlumatlısan. Yox, yəni o hissəsini bilirəm. Başqa, yəni belə bilmirəm. Yaxşı. Bəs yoldaşı səndən danışmağa cəhd edir? Xeyr, elə şey ola bilməz. Bəzi kişilər var ki, onların ailə strukturu, sevgi münasibəti elə qurulur ki, mən belə o insanı başqa xanımla görsəm, mənə xəyanət etdiyini görsəm, mən belə o xanıma heç vaxt sən gedib heç nə deməzdim, deyə bilməzdim. Niyə? Çünki dedim, axı, bəzi kişilərin öz xarakteri var, öz balansı var ki, nə olar, nə olmaz. Müjgan, amma onu çox sevmişsən. Sevmişəm, amma bitib. Məncə deyil. Yox, mən bugün sevgi, heç vaxt bu sevgi, mənə sevgi lazım deyil. Bugün düşünürəm və tam da ciddi fikrimdir ki, mənə sevgi lazım deyil. Mənə hörmət lazımdır və ciddiyyət lazımdır. Mənim həyatımda bugündən sonra elə bir insan olmalıdır ki, hansısa bir, nə bilim, kişi xeylağı çöldəmi, məclisdəmi, gəlib mənim hansısa bir qapımı kimsə döyəndə, mənim zəng edə biləcəyim bir insan olsun. O deməsin ki, gözdə sürücümü göndərərəm, işçimi göndərərəm, məni tanıyarlar, mən evliyəm və yaxud da mənim işimə görə. Mən elə bir insan həyatımda artıq istəmirəm. Bu il inşallah ki, ailə həyatı qurmağı düşünürəm. Toya hazırlaşıram. Bəli, subay bir bəylə ailə həyatı qurmağı düşünürəm. Yoxsa o ehtiyac yoxdur. Olacaq da bir məclisimiz olacaq. Yığıncaq. Yığıncağımız olacaq. Ölkədən kənar. Ölkədən kənar. Burada tamamilə mənim suallarım dəyişir.
Müjgan, bu dəqiqə həmin bəy Bakıdadırmı? Xeyr, ölkədən. Harda yaşayır? Başqa yerdə. Başqa ölkədə. Ürəyim partlayır. Başqa ölkədə. Türkiyədə. Yaxşı. Gürcüstanda. Yox, Gürcüstandadır, bilirəm. Çünki mən səndən danışanda sən Gürcüstandaydın. Yox, Gürcüstanı mən sevirəm, çox sevirəm oranı. Yox, o 100% Gürcüstandadır. O hissəni deməyəcəm, amma Subay bəydir, ailə qurmağa hazırlaşıram, düzdür. Aha. Azərbaycanda yaşamır. Azərbaycanda da heç olmayıbdır. Yaxşı, Gürcüdür. Yox, Azərbaycanlıdır, amma gəlmir. Azərbaycana gəlmir, başqa bir ölkədə yaşayır. İşləyir. Çalışır. İmkanlıdır. Milyarder deyil, amma milyonerdir. Yaxşı, maşını nədir? Qız-qıza soruşulur, maşını nədir? Range Rover. Range Roverdirsə, hə, pis deyil. Pis deyil Müjgan. Yaxşı. Bəs sənə bu dəqiqə bir maddi dəstək, bir hədiyyələr, nə bilim, bir edir. Bəli. Mən gördüm keçən dəfə bir çəkib paylaşmışdım Ferragamo. Ay, sağ ol. Edir. Subay bəydir, ailə qurmağı düşünürük. Valideynlərimiz də danışır. Yəni hər şey qaydasındadır şükür. Yəni ona görə ancaq ciddiyyət. Bir qadına, hətta qadınlara ağıl vermək kimi çıxmasın. Çünki özüm hələ təzə o ağla gəlmişəm, amma deyərdim ki, çünki bizdən çox qadınlar istəyir. O sevgi falan hamısı boş şeydir. Sevgi odur ki, sevən insan sənin yanında olar, sənin evində olar. Yəni səninlə bərabər olar. O ikili sevgi mümkünsüzdür. İstər qadının, istər kişinin həyatında. Bir kişi sevirsə səni, necə o gedib axşam başqa yerdə yata bilər, başqa qadınla yata bilər? Mümkünsüzdür axı belə bir şey. Yəni bu səni həmişə qısqandırırdı, düzdür? Söhbət həmişə qısqanclıqdan getmir. Mən ümumiyyətcə qısqanc qadınam. Mən balıq bürcüyəm. Mənim olan mənim olmalıdır. Amma düşünürəm ki, amma sıxmağı da sevmirəm. Nə qarşı tərəf, nə özüm də sıxılanda qaçıram. Yoruluram, bezirəm. Bir qadın həyatında subay bəy olmalıdır. Yaxşı, bax sənin indiki həyatındakı sevdiyin şəxs. Onu sevirsənmi, yoxsa stabildir deyə yaxşı? Yox, mən o insanın, nə o insanın özünə də demişəm ki, mənə sevirəm sözünü demə. Amma o səni sevir. Deyə bilmərəm. Mən demişəm, mənə dəyər ver, mənə hörmət elə. Bu iki şey bəsimdir. Hər ay sənə hər hansısa bir dəstəyi, sırf sənin kefin gözəl olsun deyə. Təzə 2 aydır münasibətimiz var, bəli. Mənə çox dəstək olur. Nə qədər dəstək olub? Ona bu sevgi münasibəti deyil, axı ciddi, duraq danışaq ki, ayda 60 min, 30 min, xeyr. Yəni, mənə lazım olan qədər мне хватает. Nə qədər? Ayda bir 15 min bəsim edir. Şeydir. Sevgi həyatı yaşandı, insan bütün günə çıxırdı küçələrdə, o restoran, bu rəfiqə. İndi ciddiyyət olanda o deyil axı. İşimlə bağlı harasa getsəm gedərəm, verilişinizə gəlmişəm, buradan çıxıb evimə gedəcəm. Biz onunla danışırıq, əlaqədəyik, yığır, hardasan, neynisə, nəzarətdəyim. Ona görə o pul xərcləməyə yerdə tapıram deyən. Bax, həyatında ümumiyyətlə bu günə qədər həyatında bu günə qədər sənə ən bahalı verilən hədiyyə nə olub? Porsche, maşın. Elə birbaşa açarını gətirib verib. O an reaksiyan necə olub? Çünki bu bahalı bir hədiyyədir. Bahalı bir hədiyyədir deyəndə ki, mən ona layiq idim axı. Qəşəng, bəyəndim. Yəni, normaldır. Mən onu gözləyirəm. Normal, doğal qəbul edirsən. Yəni, belə də olmalıdır. Bəli, olmalıydı. O elə olmalıydı. Çünki mənim ilk həyatımda olan insan idi. Yoldaşımdan ayrılandan sonra onu etməliydi. Çünki o da məni araşdırmışdı, bilmişdi ki, mən hansı maşından düşürəm. Düşmüşəm. Mənim üçün o normal bir hədiyyə idi. Mən sənin bu xasiyyətini... Mən sizə bir parfüm aldım, gətirdim ki, istifadə edərsiniz. Müjganın bu xasiyyətini çox sevirəm. Çünki özünə çox gözəl dəyər verirsən. Və bu dəyəri bilirsən necə? Bəzən qadın özünə dəyər verəndə bu pis görünür kənardan. Bəzən də var ki, o dəyər ona yaraşır. Yəni sənə yaraşır o dəyər. Qadınlar var ki, çıxır efirdə deyir ki, kurtkam 30 min, 15 min, saatım 50 min. Amma baxırsan ki, o altdan yuxarı 70 manatdır. Qadın da var ki, o gün bir geyim giyinmişdim.
Valla onu mən almışdım 50 manata. Hı -hı. Instagramda şəkil paylaşdım. Hər kəs onu soruşdu ki, hardan almısın? Yəni daşıya bilmək var. Bu qadın kişidən necə o və pul istəməlidirmi? Xeyr. Mən bir kişidən, bir bəydən nə isə istədimsə, o bəy mənim artıq gözümdə düşür. Bəy özü bilməlidir ki, bu xanım bugün salona gedir, soruşaq, düymə planın nədir və sən deyirsən ki, mən hazırda doğum günümü qeyd edəcəm bu ay. Və deyir, fikrin nədir? Mən ona deyirəm, dekor gələcək, bu paltar, o paltar. O artıq özündə fikirləşir, onu ölçür, biçir və onu göndərir. Mən ona demirəm ki, mən ad gün etmək istəyirəm, sən mənə pul ver də. Yaxşı, o onu fikirləşdi və heç nə vermir. Yox, verir axı. Verməyən bəydən əlinizi çəkin. Elə bəy olar. Və bu bəy düşünmür ki, bu xanım ona hardan necədir. Yaxşı, deyək ki, bax, misal üçün ad gününü keçirdirsən və dekora, qonaqlara, masaya, yeməyə, hər şeyə xərcin çıxır. Və səndən bəy soruşur ki, hə, bəs bunlar neyniyəcəksən, deyirsən. Və sadəcə sakitçilikdir. Amma sənin hissin var ona. Yəni, istəyirsən. Başıma gəlməyib bax, elə bir şey. Sənin həyatında bəylər, yəni, rahat deyir ki, buyur, xərci nə qədərdir? Mənim həyatımdakı bəy elə olmalıdır və elə də olub. Bəli. Yəni, yaşamamışam o şey. Bəs bu qadınlar, qızlar səni izləyirlər? Qadınlar, qızlar, mən sizə bir söz deyim. Qadınlar çox vaxt, xanımlar gözəlliyə aldanır. Və o boş danışığa, bəylərin o danışmaqları var. Yaxşılardan iraq. Orada evim, burada maşınım, orada istirahət elədim, burada açdım, burada kəsdim. Restorana girirlər, parkovkaya, nə bilim, 5-10 manat verirlər deyən parkovka qaçır qarşısına və deyir, burada mənə hamı tanıyır, restoranda ofisiant qulluq edir, indi 5 manat ofisianta verir deyən, o da onun işi də sevərəkdən edir deyən, o da özünə pafos qazanır və yanındakı xanım ona aldanır. Əslində o görünüşdür. Edən, görmüş bəy heç vaxt o hərəkətləri eləmir. Sakit, tixarya həyat yaşayır. O görməmiş insanlardır o. Mənim maşınım gəlir, ayqa, maşını saxla, yer saxla, mənim ofisiantım çağır. Bunlar görünüş damısı. Altı, necə deyirlər, içi boşdur. Elə bəylərin içi boşdur. Altı təzək, üstü bəzək. Tabii bilmədim. Yaxşı. Müjgan, sən bir kişiyə necə, yəni mənə, çünki mən biraz anlamaq istəyirəm bunu. Özün də bilirsən ki, mən bu mövzuda biraz manifesto eləyin. Mən sevirəm. Mən hərdən evdə otururam, deyirəm ki, gələn ay, nə bilim, mən bu bir şeyə alacam. Almamışam, amma aldığım kimi və yaxud da olacaq kimi hansısa bir ətrafımdakı rəfiqəmə danışıram. Gələn ay filan şey zakaz vermişəm, gələcək. Olmuş kimi danışıram və olur. Bəs bax, qızlar izləyirlər. Çünki mən, misal üçün, qızlar ətrafımızda oturanda, qızlar deyir ki, bax, filan kəsə sevgilisi filan şey aldı, yoldaşı bunu aldı, nə bilim, nişanlısı bunu aldı. Biz deyə bilmirik, biz eləyə bilmirik deyə bir deyim var qızlar arasında. Bir qadın bir kişiyə özünə maddi dəyər verdirməyi necə bacarmalıdır? Yəni, o addım, ilk addım. Ümumiyyətcə, mən sizə bir şey deyim, maddiyyat olmayan yerdə dəyər yoxdur. Yoxdur. Mən bugün ödəniş verim, sizin verilişinizə gəlim. Mən oturub sizi saatlarla gözləyərəm ki, Nigar xanım nə vaxt mən qəbul edəcək. Amma ödənişsiz gəlim, durub qapıda deyəcəm ki, mən gedirəm, mən niyə gözləməliyəm. Məni hansısa bir məkan çağırsın tanışdıqla ki, gəl buranı reklam elə. Mən gedim pulsuz oranı reklam eləməyə, mənim dəyərim olmayacaq. Siz gəlin ora pulla, mənə deyəcəklər, sən gözlə, Nigar xanım gəlsin, çəksin, getsin, sonra sən gələrsən. Ona görə maddiyatsız heç bir nə münasibətin, nə işin dəyəri yoxdur. Bəs bunu bu qadın kişiyə necə elətdirsin? Çünki bir çox qadının dərdi odur ki, bəzilərinin ki, bəs mənə bu kişi xərcləmir heç nə. Yox, kişi özü istəməlidir. Bir kişiyə nə qədər üzünə də deyən ki, mənə nə bilim, bu bir stəkan çay almayan kişi almır. Kişi özünün içindən gəlməlidir ki, mən bu xanıma bunu eləməliyəm. Bu xanım mənim həyatımdadırsa, mənim yanımdadırsa, bu mənim adımdır artıq. Ki, bu xanımın geyimi, bu xanımın özünü aparmağı və bəzi kişilər bizdə çox dəyərsiz qadınlara dəyər verirlər. Bilirsiniz, mən o qədər elə xanımlar tanıyıram ki, onun həyatındakı bəy ona çox gözəl davranır, sevir, yəni sevgi anlayışı. Maşını, evi, hər bir şey var, o xanım onu aldadır. Bəli, aldadır. Və baxıram elə bəylərə, deyirəm, o qədər
xanımlar var ki, ay onun nə bilim 30%-ni o xanıma eləsən başına and içər. Ay sağ ol. Bəylər də heç vaxt düz qərar vermirlər xanımlarla bağlı ki, hansı xanımı həyatına salmaq olar, hansını yox. Yaxşı, bir kişi bir qadına heç pul xərcləmirsə. Mən elə bir kişi ilə heç vaxt bərabər olmaram. Evlənmək belə təklif eləsəm mən evlənmərəm. 10 dəfə boşanmış qadın da olsam etmərəm. Əsas da biri var, maddiyatı olmayan bəydən söhbət gedirsə, onu hardasa qəbul edirsən ki, bu insan maddiyatı yoxdur da, bu insanı olduğu kimi qəbul elə. Çünki bu səni olduğu kimi qəbul edir, səni müğənni kimi, boşanmış kimi qəbul edir, bu səni alırsa, sən də onu elə qəbul elə ki, bunun ayda maaşı işləyir, 500 manat, 1000 manat maaşı var. Bu başqa məsələdir. Onu qəbul etmək olar. Amma bəy var ki, bu insanın nə bilim hər bir şey var, amma pul xərcləmir. Elə bəyi qəbul heç vaxt etmərəm. Heç vaxt mümkünsüzdür. Yaxşı, deyək ki, həyatında bir bəy var və onun gəliri cəmi 1000, 1500, 2000-dir. 2000-dən sənə nə qədər xərcləməlidir? Ailəli olmaqdan söhbət gedir, yoxsa sevgili? Yox, sevgilisən. 2000-in mən o insanla bir yerdə olsam, sevgili olsam, 2000-in biz bunu hesablayaq, 1000-ini 500 özümüzə. Bir 1000-in də ki, yenə ortaq xərcləyəcəyik də restoranlara, da gəzməklərə, istirahətlərə. Amma yenə də o xərcləməlidir. 100%. Bir kişilər başa düşmürlər ki, kişilər qadını diqqəti ilə, hədiyyəsi ilə ələ ala bilərlər, özlərini sevdirə bilərlər. İndi biz də o sevdirək deyək, nə deyək, sevdirə bilərlər. Bəs qarşılıqlı qadın eləməlidirmi nəsə kişi üçün? Qadının kişiyə ən böyük hədiyyəsi onun sadiqliyidir. Qadın bir kişiyə sadiq olmalıdır. Qadın bir kişini heç vaxt hörmətdən salmalı deyil. Fərqi yoxdur. O bəy, yenə də deyirəm, evlidir, subaydır. Bu bəy sənin həyatındadırsa, sən bu bəyin çörəyini yeyirsənsə, sən bu bəyin pulunu xərcləyirsənsə, sənin ixtiyarın yoxdur. O bəyi 3 dənə, 5 dənə, Bakı bilirsiniz də, bugün oturur restoranda, sabah bilir kim kimlə oturur. Qadının ixtiyarı yoxdur, o bəyi gözdən salsın, baş aşağı etsin. Qadının ən böyük hədiyyəsi bir bəy üçün ona sadiq olmaqdır. Başqa da, yəni hər hansı bir maddi dəstək ya nəsə? Yox, əlbəttə ki. Mən aşiqəm bu xarakterə. Həqiqətən aşiqəm. Mən bir bəyə niyə nəsə maddi? Mümkünsüzdür. Hədiyyə almarsan sevgililər günündə? Ad günündə yox. Maksimum ad günündə tort alaram. Qadın kişiyə nəsə eləməlidirmi? Etməli deyil, xeyr. Qadının bir kişiyə etdiyi ən böyük hədiyyə ona sadiq olmaqdır. Və deyirlər, qadınla bir kişi niyə etməsin? Yəni bir qadın bir kişiyə niyə etməsin? Mən şəxsən, mənim həyatımdakı bəy gəlib evdə qab yusa və yaxud da yemək pişirsə, o bəy mənim artıq gözümdə nə yalan deyim, o olmayacaq. Yəni ciddi qəbul elə bilməyəcəksən. Xeyr. Mənim üçün bəy, siz necədir, o evə girəndə mən o qulluğunda durmalıyam. Amma restoranda o mənim qulluğumda durmalıdır. Amma evin içində mən o qulluğunda durmalıyam. Mən yemək verməliyəm, mən çayını, kofesini, nə bilim, hamama girirsə çimməyə, mən onun qeydinə qalmalıyam. Amma bir bəy ki, gəldi evdə nə bilim qab yudu, mənə kömək elədi, yemək pişirdi. Hərdən deyirlər, siz niyə maddi köməklik eləməyəsiniz, bəy evdə nə bilim yemək pişirsin, sizə kömək eləsin. Yox, mən elə bəyi qəbul etmirəm. Heç vaxt mümkünsüzdür. O bəy mənim avtomatik gözümdən, xəstə belə olsam istəmirəm, eləməsin. Xəstə belə olsam, o bəy gəlib mənə çay dəmləsin, yemək pişirsin, istəmirəm. Rəfiqələrim var, gəlib edirlər, amma bəy sadəcə olaraq evdə oturmalıdır. Bəy kimi. Yaxşı. Öz uşağının atasından sənə nə hədiyyə olundu? Dünyaya övladı gətirdin onun üçün. Onun qanını daşıyacaq. Övlad oldu da. Övladı bəs o. Övladı mən ata evindən gətirməmişəm ki, o bəy mənə hədiyyə elədi. Məncə sən ona hədiyyə eləmisən. Yox, bəysiz də olmaz da. Mənə çox maraqlıdır, çünki o nəsə bir hədiyyəsi oldu mu? Mən onu çoxdan unutdu, xeyr. Mənim üçün ən böyük hədiyyə elə o bəyin mənə verdiyi övladdır. Müjgan, sən tanınandan sonra itirdiyin rəfiqələrin oldu mu? Ümumiyyətlə itirdiyin rəfiqən olub, hansı ki sən çox incidiblər? Yox, gedirlər, təzədən qayıdırlar. Ətrafımda ümumiyyətcə qadın, kişi hər zaman belə olub. Öz-özündən küsüb gedirlər, heç başa düşmürəm, niyə küsdülər, gedirlər, təzədən qayıdırlar. Amma belə dediqodunu eləyən rəfiqələrin? Ha, o çoxdur. Tək rəfiqə deyil ki, adi insanlar şəkilə baxırlar, deyirlər, bəxtəvər, xoşbəxtdir, amma daxili bilmirlər axı nə baş verir.
Heç rəfiqə deyil, izləyicidir. Ona görə mən ümumiyyətlə o paxıllıqdır, davada, elə şeylərdən uzağam. Məndən gedən yenə mənə qayıdır. Bax dedin ki, bayaq ağlım olsaydı boşanmazdım. Niyə? Niyə elə düşünürsən ki, ağlın olsaydı boşanmazdım? Baxın, mən ayrıldım bir gülün üstündəki yoldaşım bir qadına gül almışdı. Onda da maşın nömrəsi düşmüşdü. Mənə göndərdilər. Bir gülün üstündə ayrıldım və özüm getdim evli bəyi sevdim. Bilirsiniz, bu necə deyirlər, bir imtahan idi ki, olmaz. Mən onları qınadım, o qadına çox qarğış elədim, təhqir elədim, amma Allah onu mənə yaşatdı ki, yaşatdığını yaşamadan ölmərsən. Bax, evli sevdiyin adam olub və bu necə hissdir, bunu necə təsvir eləyirsən? Çünki əminəm ki, sənin yerində olan var qadınlar. O necə bir hissdir? Yəni o Hiçdir də, yaşayırsan, o ani momentdə gələn bir qısqanclığın olmurmu? Yox. Mən onu sevdiyim qədər heç kəs sevməmişəm, amma onu Aliyə qısqanmamışam heç vaxt. Yoldaşına qısqanmamışsın? Heç vaxt. Heç vaxt. Necə? Axı bir qadın da ona toxunacaq olan bir qadın var. Mən dedim axı, özümdən deyirəm ki, mən yoldaşıma qarşı yaxşı olsaydım, sevgillə olsaydım, nə bilim, evdə mehriban olsaydıq, vaxt keçirsəydik, televizora baxsaydıq, bərabər yemək yesəydik, mənim yoldaşım deyib başqa qadına gül almazdı. Yəni bu nə deməkdir? Eyni şeylər o ailədə baş verir ki, o insan mənə gül alır. Ona görə qısqanmamışam, xeyr, amma dediyim kimi, qarşı tərəfə dediyim, qınadığım bir şey ki, sən evli kişini necə sevə bilərsən? Mümkünsüzdür. Onu özüm yaşadım. Necə deyirlər, dərsimi aldım. 2025-də deyirdilər də karma ilidir. O karmanı yaşadım, все bitdi. İndi 2026-da. Bəs övladının atası evlidirmi? Övladının atası evlidir, bəli. Bəs bu başqa adamdır, düzdür? Sevdiyin adam deyil. Xeyr, övladım. Yaxşı, bəs övladının atasının yoldaşı bilir uşaq olduğunu? Əlbəttə ki, bilir. Və normal reaksiya verir. Evlidirlər. Başqa bir qadınla. Başqa bir qadının. Həmin xanım bilir. Bəli, bilir ki, boşanıbdır, övladı var, evləniblər, Allah xoşbəxt eləsin. Mənim 2 dəfə evliliyim olubdur. Mən bayaqdan danışdığım birinci evlilikdən söhbət getmir, ikincidən gedir. Birinci evliliyimi ümumiyyətcə o mövzu haqqında danışmıram, çünki övladımın atasıdır. Övladım da atasıdır, ailəsidir. Bu mövzuları heç vaxt mən efirə gətirmirəm. İkinci evliliyimdir. İkinci evliliyimdə heç yoldaşım evlənməyib. Hələ də subaydır. Hələ subayda qalacaq. Hətta. Amma sənin uşağının atası evlidir. Bəli. Və uşaq olan dönəmdə, sənin hamiləliyin dönəmində də evli olub. Necə olub? Mən olub. Sənlə evli olub. Bəli. Aha. Biz ayrılandan sonra evlənibdir. Allah xoşbəxt eləsin. Aha. Bəs indi uşaqla maraqlanır? Əlbəttə ki, bizim çox gözəl münasibətimiz, çox gözəl ailəmiz var, hər şey qaydasındadır. Heç bir bu mövzunun birinci adiyyatı yoxdur. Bu ikincidən söhbət gedir, ikinci ailəmdən. Yaxşı, yaxşı. Bax, səhnədə sən bilirsən ki, sənin fikirlərinə görə qınanacaqsan. Onu bilirsən. Hansı fikrimə görə? Misal üçün, sevgilinin evli olması və s. bilirsən ki, müəyyən bir... Başa düşdüm də, onu dediyim kimi, ona görə elə bu mövzunu açdım. Yox, o xanımlara nə deyərsən? O xanımlara demək istəyirəm ki, heç kimi qınamayın. Qınadım, başıma gəldi. Ona görə ümumiyyətcə sevgidir, evlilikdir. Heç nə də qınamayın kimisə ki, sən falan hərəkət elədin. Baxırıq da, arada bekar olanda gecə-gecə yatıram. Hansısa müğənni çıxır qabağıma, kommentariyalara baxıram, yazılar, utanmır, bunun başına bu iş gəldi. Yenə çıxıb, nə bilim, oxuyur və yaxud da, nə bilim, hansısa bir hərəkət edir. Qınamaq olmaz. Nəyi qınayırsansa, insan başına o gəlir. Və energetika bayaq dedim də, var. Mən oturub da, bayaq dedim ki, ailə qururam. Elə bir şey yəni yoxdur. Amma mən artıq onu evrəmə ötürmüşəm ki, ailə qururam. Yoldaşım başqa ölkədə yaşayır. Azərbaycanlıdır. Yəni, elə bir şey yoxdur. Xeyr, amma olacaq. Məndən bir şey denən, bir də manifestlər nə olar? Görüm nə manifest, qaşan şey manifestlər. Bu ilin axırına kimi siz Azərbaycandan köçəcəksiniz. Amerikada şirkət, böyük biznes ledi olacaqsınız.
Köçmək var. Köçəcəksiniz. Elə mən Azərbaycanı sevirəm. Köçəcəksiniz. Mən də sevirəm Nost, amma mən gəlib başqa ölkədə Yaxşı bilən başqa şeydə manifestlə. maşınları dəyişmək istəyirsən. Dəyişdim. Dəyişdin? Görsən hissiyatım güclüdür. Qəşəng. Caba. Bax yaxşı tanıyırsan da Müjganı. Manifestlədiyi hər şey çıxır. Elə pis ahım var. Qarğış Elə pis eləsən tutur ahım adamı, var, hə? Qarğış deyil, ah çəkim ha. Allah. Küllü küf. Çox Yaxşı. pis. Hərdən özüm qorxuram. Kimsə mənim xətrimə dəyəndə deyirəm, ay Allah, qurban olum sənə. Dəymədi, vallah dəymədi xətrimə. Çünki bilirəm ki, o insan başına elə problemlər gələcək. Axırda məni yığacaq ki, nə olar, ahını çək üstümdən. Elə bir ahım var mənim. Amma gözəl bir şeylər də deyəndə olur. Görürsüz, manifestlədim. Başqa ölkəyə köçürəm, ailə qururam, subay bəylə və köçəcəm də. Onda bəs o eynəyi kim verib? Hansı eynək? Hədiyyə. Ferragamo. Eynək deyildi. Nə idi o? Kaşelyokdur. Pul Hə, onu kaşelyoku. Mənə bilirsiniz nə qədər hər gün hədiyyələr gəlir? Bax bu gün nə gəlib? Bu günlərin mənə parfum gəlib, düzdür? Şokoladla. Şokoladdan Mənə parfum hər gəlib. gün hədiyyələr gəlir. Qadınlar göndərir mənə hədiyyələr, bəylər göndərir mənə hədiyyələr. Valla heç bir qarşılıq gözləmirlər. Deyirlər mən sizi sevirəm, mən sizi izləyirəm. Yaxşı, mənə niyə heç nə gəlmir? Bu niyə gəlmir? Sizə bilirsiniz niyə? Siz əslində verilişlərin birində düzgün danışdınız. Sadəcə olaraq o kəsib doğrayıb paylaşırlar da. O bəzi qınadılar sizi, biz dəstək olmuşduq, paylaşmışdıq. Dünən də bu mövzunun üstü açıldı. Dedilər hansı qız? O filan qız. Dedim o insan o şeyi demək istəmədi. Demək istədi ki, mənim bugün atam rəhmətə gedib, atam yoxdur. Adama deyirlər ki, bunun evində böyüyü var, gedək fikrimizi bildirək ki, sənin qızın pisdir, hayasızdır və yaxud da nə bilim, mənə sataşdı, mənim övladıma bunu dedi. O məna ilə demək istəyib. Sadəcə olaraq o kəsirlər, doğrayırlar, paylaşırlar. O insanlarda başqa fikir yönəlir. Ay sağ ol. Ona görə mənə heç kim heç nə göndərmir. O kəsintiyə görə. Yoxsa mənim xarakterimdə nəsə varmış? Yox, xarakterində yoxdur. İnsanlarda negativsiz bir. Elə bir aparıcıdır mənə. Hə, o bir şey sizdə insanlarda özünüzü. Amma məndə ömür boyu belə olub axı. Necə? Ömür boyu mən heç vaxt belə hədiyyələr. Yox, belə hədiyyə, belə şeylər olmayıb da. Mən elə bilmişəm ki, o pisdir. Travmadır yəqin nədirsə. Qadına hədiyyə verilməyi. Hədiyyə verilməyi deyil, nəyisə bəkləntinin olmasını düşünmüşəm. İnsan bəkləyəndə kimdənsə nəyisə o gəlmir. Mən səhər-səhər yuxudan duranda güzgüyə baxıram, deyirəm, bu gün daha dünəndən daha gözələm və bu gün mən çox sevilirəm. Bir kəlmə bu sözü deyirəm. Valla. Mənim daimi getdiyim restoran var ki, mənim hədiyyələrim ora gəlir. Deyirlər, Müjgan xanım gələcək, bunu verin. Sən də nazlı duzdusan axı. Belə nazla deyirəm, mənim o birisi tərəfimi görməmişsən. Yox, onu görmürəm, onu bilirəm. Prosta amma belə sən həm də nazlı, elə nежный deyirlər də, nежный. Mən o qədər dəfələrlə olub ki, restoranda oturmuşam, hesabımı qadınlar bağlayıb. Bəli. İndi kişilər də çox olub. Kişi deyəndə yenə yazacaqlar pis-pis. Ona görə keçirik qadın hissəsi. Qadınlar da sevir. Gözəl. Sizi də sevirlər. Sizin 2 dənə, bir o nüans, bir də insanlar, mən həyatda görən insanlar deyir, siz həyatda necə gözəlsiniz, efirdə nə bilim, yekə görsənirsiniz, yaşlı görsənirsiniz, falan filan. Həyatda çox balacasınız. Sizdə də o problemdir. Siz efirdə dodağınız çox böyük görsənir. Fikir bildirirlər ki, bu boyda dodaq olar. Amma həyatda o deyil. Görsən də gündəmi zəbt eləyəcək bu sözlə. Yox, doğrudan elədir. Mən həyatda görən deyir, siz nə yaxşı incəsiz, belə arıq-marıq efirdə nə boyda düşürsünüz. Deyirəm, hə, elədir. Sizdə də bir o fikir, o da kəsib doğrayıb belə paylaşdılar. İkinci fikirdə dodağınızdır. Deyirlər ərit, əritləsə heç nə yox deyib. Xaçat. Hələ gedib biraz da dolğu eləməliyəm, biraz da. Uca əriyib, artıq çox əriyib. Müjgan, çox səmimi olmağı çox sevirəm, özümü çox sevirəm. Sən olmayan masada səni çox sevirəm. Əsas odur, deyir, dost odur ki, sən olmayan yerdə səni müdafiə etsin və sənə zəng edib deməsin ki, sən haqqında burada bu sözü dedilər. Mən də belə dedim. Yerində cavabı vermək lazım. Yerində cavab verər, sonra 1 il, 3 il, 5 il sonra özün eşitirsən ki. Amma Roland bir fikir bildirmişdi mənim daha öncəki buraxılışda. Roland dedi ki, Müjgan onsuz da oxumağı ilə gündəmdə qalmayıb ki.
Nəylə gündəmdə qalmışam? Yəni sən özünü müğənni kimi onsuz da Onu düz deyir. görmürsən. Çünki Roland ilk tanıdığım işlə bağlı prodüserlərdən biri Roland olub. Bugünkü gündə yenə münasibətimiz var. Yenə məclislər var ki, mən ora tək qorxuram getməyə. Zəng vururam ki, Roland gedək də məndən bilirək hər şeydir. Ki, Roland kimlərlə işləyib. Roland da mənə heç Roland da mənim aramda işçi, müdir, nə bilim, işçi müğənni bir fikrimiz yoxdur. Yəni münasibətimiz yoxdur. Dost kimi. Düz deyir. Mən hər zaman deyirəm ki, oxuyan başqadır, müğənni başqadır. Yəni bunlar fərqli-fərqli bir şeylərdir. Mən Rolandın bir mənfisi nədir? Çox vaxt arası gedəndə sıxılıram ondan. Mən yola verən insanım. Hə. Mən gəlib qapıda nə bilim 20 dəqiqədə gözləyərəm ki, məndən daha öncə nə bilim verilişdə başqası var. Rolandda o yoxdur. Roland deyir ki, bu saat biz gəlmişik, elə bil ki, mən nə bilim xalq artistiyəm. Sənətkaram. Mən gəlmişəmsə, mən gəlməliyəm. Hər zaman deyirəm ki, Roland boş ver də oturmuşdun, onsuz bekarçılıqda gözləyirik. Nə olacaq ki, 10 dəqiqə tez olmalı. Amma çox yaxınsınız, çox istəyirsən Roland. Roland mənim atam rəhmətə gedəndə yeganə insanlardan biri olub ki, yanımda olub, hər bir şeydə mənə dəstək olub. Mən onu heç vaxt itirmərəm. O hər zamanda, hər yerdə deyirəm. Arada hamını çıxardıram, onu follow verirəm. Bir nəfərə çıxartmaq istəyəndə Instagramdan xətrinə dəyməsin deyən davuşa bildilər. Hamını çıxardıram. Hiss olmasın, hə? 2 gündən sonra bir-bir göndərirəm. Görürəm Roland yazır. Mən niyə unfollow eləmişsən? Ürəyimdə deyirəm ki, ay Allah, 50 ildir məni tanıyırsan. Hələ də bu söhbəti başa düşməmişsən, göndərəcəm də. Sakitləşsin, geri dönəcək. Cavab vermirəm uje. Yox, sakitləşsin, yox. Bir nəfərə görə çıxartmışam. Bir nəfərə 50 nəfər izləyirəm, oradan bir dənə sizə çıxardım, siz başa düşəcəksiniz. Amma biri var, hamını çıxardıram. 3-4 gündən sonra bir-bir lazım olanı sizə göndərmirəm, deyirsən, unudub da. O başqa davranış eləyə bilməyəcəm. Gərək mən də 1500 insan izləyirəm, gərək bir-bir çıxardım. Baxın, elə insanlar var ki, bizi izləyir, hər istoriyamıza baxışa birinci baxır. Amma izləmir. İzləməyə almır. Heç izləməyə almağı demirəm. Onlara mən fanat deyirəm ki, məni izləmirlər, amma girib baxırlar. Telefonumu gətirim, bir dənə fake səhifəm yoxdur. Nə TikTok, nə Instagram. İnsanlar var ki, bizim followumuzda var. Mahnı paylaşaq, ad günü paylaşaq, nə bilim, hansısa bir balnitsada bir şey paylaşaq. Nə yazmaz Allah şəfa versin, nə yazmaz xeyirli olsun, amma baxır. Bax, sən onda mənim niyə izləməmdə varsan? Niyə məni izləyirsən və yaxud da mən səni niyə izləyim? Məlumatlı olsun deyə nə baş verir? İşte belə insanları ona görə çıxardıram. Amma yenə də xətrinəni dəməmək üçün belə formada çıxardıram da. Mən qəlb qırmağı sevmirəm. Müjgan idi, hər yerdə tam səmimi, içdən olduğu kimi və mən səni çox sevirəm. Çox sağ olun. Gözəl bilirsən. Bu il ailə quracam. Manifestləyirik bir yerdə. Sən ailə quracaqsan, mən də manifestləyirəm ki, heç ara getməyim, elə öz vətənimdə qalım. Amma manifestləyirəm ki, onu buradan deyim. Bir dənə oğlum olsun, böyük bir villam olsun. Amin. Amma mən qız övladı istəyirəm. Qız, səndə oğuldur çünki. Məndə də qızdır. Mən ailə quracam, amma belə zaksı falan göstərəcəm sizə efirdə. Amma mən də manifestdən toyuğa gəlirəm. Özünü göstərməyəcəm. Sənin yığıncağına gəlirəm məclisə. Amma bəyi göstərməyəcəm. Bəyi göstərmir. Yox, xoşlamıram o bəy gəlsin, nə bilim, o TikToker kimi gəlsin, dursun başımın üstündə, verilişlərə. Amma mən manifestləyirəm sənin toyunda, məclisində. O bridesmaid deyirlər də, gəlinin rəfiqələri. Gəlinin rəfiqələrindən biri mən olacağam deyə, orada bir gəlin donu sən heç ağ. Sərbəstçiliyi mən sevirəm. İnsan demək olmaz. Ağ sən geyinəcəksən. Ağ giyin. Sən ağ giyin. Nə olacaq? Hər kəsin. Mən geyinirəm açıq mavi rəng. Всё. Ya da lilak. Hələlik doğum günümə giyin. 27-si isə Müjganın doğum günündəyik. Oradan da kadrlar çəkəcəm. Görüşənədək Müjgan Ayxan idi.